Noyabrın 16-sı OTK sınaq imtahanında 10-cu siniflərə salınan sualın izahına baxırıq. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Çox maraqlı bir sualdır. A B-yə paraleldir, C A-ya perpendikulyardır. Perpendikulyar nə deməkdir? Yəni 90 dərəcəli bucaq altında kəsişir. Yaxşı, gəlin buradan x-i tapaq. Nə edəcəyik? Gəlin bunu aşağı uzadaq bu xətti. Və bu 90-dırsa, baxın burada 90-dır. Bu bucaq 90 dərəcədir. Bu da aşağı 90 dərəcə bucaq əmələ gətirir. Daha sonra 120 dərəcənin qonşu bucağı 60 dərəcədir, düzdür. Sonra bu üç bucağa baxsaq, söhbət gedir, baxın bu üç bucaqdan. Bu üç bucaqda daxili bucaqların cəmi bu bucaqlara qonşu olmayan xarici bucağa bərabərdir. Onda belə yazacağıq. 60 ilə 90-ı toplasam bərabər olar 2x üstə gəl 10-a. Çünki 2x üstə gəl 10 xarici bucaqdır. 2x üstə gəl 10 bərabərdir 150 dərəcələrdə işarə edək. 2x bərabər 150-dən 10 çıxıram. 140, 140-ı da 2-yə bölürəm. 70 dərəcə. Bizdən də bunu istəyirdilər.